Salam, hər birinizə xoş gördük. Bugün şəkər bura hazırlayırıq. Bunun üçün 3 xörək qaşığı südün üzərinə çay qaşığının ucunda quru maya əlavə edib aktivləşdiririk. Sonra 1 kilo unun üzərinə 3 ədəd yumurtanın sarısını əlavə edirik. 500 qram ərinmiş kərə yağı əlavə edirik. 200 qram xama əlavə edirik. Bunların hamısını əlavə etdikdən sonra həmən aktivləşmiş südümüzü əlavə edib və 1 stəkan süd götürdük. Ondan yarım stəkan az əlavə edib xəmirimizi yoğurduq. Xəmirimizi bir 10 dəqiqə gözlətdikdən sonra kündələdik, yaydıq və içilikdəki 2 stəkan fındıq, qovrulmuş fındıq və 2 stəkan şəkər tozu əlavə edib içiliyimizi hazırlamışıq. Hil və vanil. Gördüyünüz kimi yayıb içərisinə yerləşdiririk. Hamısını bu cür əvvəlcədən hazırlayıb daha sonra kənar hissələrini əlimizlə bükürük. Şəkər buramızın kənar hissələrini bükdükdən sonra bir 10-15 dəqiqə gözlədirik. Üzü qaysaqlayanda, biraz bərkiyəndə üzünün bəzəklərini salırıq. Belə edəndə üzünün bəzəyi itmir və qəşəng qalır. Daha sonra üzünün bəzəklərini salırıq. Yumuşaq, kövrək bir şəkər buralarımız olur. Bu reseptlə sizlər də hazırlayın. Həqiqətən də çox bəyənəcəksiniz. Çox ləzzətli, bayadılmayan, göyərməyən, qaldıqca qalan yumuşaq şəkər buralarımız olur. Şəkər buralarımızı bu cür bəzəyib soba listinə yığdıq. Daha sonra üzərinə də öz xəmirindən kəsib belə güllər yerləşdiririk. Muncuqlar yerləşdiririk. Yəni bunları etməsəz də olar. Zövqünüzə görə necə istəsəz elə də hazırlaya bilərsiniz. Daha sonra iynə vasitəsilə bu cür deşiklər edirik bişməyə qoyanda ki, çox köpməsin. Və 180 dərəcəli sobada altı qızarır, üzü bərkiyəndə artıq şəkər buralarımızı düşürdürük. Bizim şəkər buralarımız hazırdır. Çox gözəl, ləzzətli şəkər buralarımız alındı. İç görüntüsünə də baxa bilərsiniz. Çox ləzzətli bir şəkər buralarımız alınmışdı. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndisə like edin, abunə deyilsə abunə olun.